Hörmətli futbol iştirakçıları, qonaqlar, azərkeşlər. Bugünkü futbol oyununda sizi salamlayırıq. 1999-cu ildə yaradılmış Azərbaycan Həvəskarlar Futbol Federasiyasının 27-ci ölkə birinciliyi və kubok oyunlarının Ulu Öndər Heydər Əliyev yaratmış Cəmşid Naxçıvansk adına hərbi liseyin yaradılmasının 55 illiyinə həsr olunmuş kubokun final oyununda Aksu City, Qızıl Hacılı, Goranboy komandaları görüşürlər. Tədbiri təşkil edir və iştirak edirlər Həvəskar Futbol Federasiyasının prezidenti Polkovnik Rüfət Əmirov və yaradıcısı Xalid Novruzov. Vitse-prezident Polkovnik Rahib Əliyev və baş katib Füzuli Nəcəfov. İcraiyyə komitəsinin üzvləri Admiral Rafiq Əskərov, General Altay Mehdiyev, Polkovnik Fərhad Nağıyev, veteran futbolçular Oktay Abdullayev, Rüstəm Rəhimov, Federasiyanın futbol mütəxəssisi Məzahir Əmirov. Regional Futbol Federasiyasının prezidenti Şöhrət Ordenli İskəndər Cavadov, Sahə Futbol Federasiyasının vitse-prezidenti Polkovnik İlqar Əliyev, veteran futbolçular Rafiq Mirzayev, Nadir Qasımov, Asif Əliyev, Asim Xudiyev, Sabir Hacıyev. Fəxri qonaqlar, hərbi liseyin sabiq rəisləri Admiral Rafiq Əskərov, General Mirzə Almazov, Polkovnik Rüfət Əmirov. Hərbi liseyin ilk məzunları Polkovnik Rüfət Əmirov, Polkovnik Rahib Əliyev, Polkovnik Elxan Baqirov, Polkovnik Mahmud Ağadadaşev, Polkovnik Mehman Hüseynov, Polkovnik Namiq Məmmədov, Polkovnik Mircəlal Ağalarov. Hərbi liseyin məzunları General Qabil Məmmədov, Polkovnik Etibar Quliyev, Leytenant Tamirlan Quliyev. Tank taborun ilk yaradıcısı və komandiri Hacı Əzimov. Veteran hərbçilər Polkovnik Nazim Hüseynov, Polkovnik Vaqif Pişiyari, Polkovnik Akif Ağasiyev. Polkovnik Şirinbala Əhmədxanov, Polkovnik Surxay Hüseynov, Altay Hüseynov, qaydasız döyüş idmançıları Erkin Quliyev və Ömər Quliyev. Başka çerde de şey başka var mı?
Salam, hər vaxtımız xeyir, dəyərli futbol azarkeşləri. Əsgərlər arasında 27-ci ölkə kubokunun finalında Binə stadiumundayıq. Aksu City və Qızıl Hacılı komandası qarşı-qarşıya gələcək. Kubok uğrunda hər iki komandaya uğurlar arz edirik. Qarşılaşmanın bol dolu məhsuldar keçməsi arzu olunandır. Futbol adına yaşanacaq hər bir gözəl şey bugün meydanda yaşanmasına təmənni edirik. Vaxt getirmədi. Sizlərlə heyətləri tanış edək. Başlayaq. Aksu City heyətinə.
Məhz qapıda Həsən Həsənli olacaq. 23 Kənan Mirzəliyev, 78 Mehmet Seyid Əliyev, 15 Talih Babayev, 7 Ruslan Poladov, 5 Rəvan Kərimov, 10 Elgün Abbaslı, 6 Xətay Bağırov, 9 Salman Atlıxanov, 11 Sərxan Ağayev, 57 Cavid İmanverdiyev, 55 Elməddin Hüseynov, 28 Səfər Cəfərzadə, 17 Haqverdi Həsənov, 54 Məhəmməd Xəlilov. İndi isə ehtiyat oyunculara nəzər yetirək. 77 Ruslan Ağalarov, 88 Emilli Ağaşa, 8 Emilli Rəmzi, 42 Adamu Mucili, 33 Bağırov Afin, 1 Amin İsmailov, 2 Rəhim Cəfərov olacaq. Baş məqsi isə İbrahim Uzunca. Qızıl Hacılı Goranboy komandasının əsas heyəti belədir. 12 Kingsley Ağeri, 2 Vüsal Kuliyev, 4 Ülfət Vəliyev, 44 Murad Bayramov, 7 Vüqar Əşrəfli, 10 komandanın kaptanı Tural Vəlizadə, 19 İntiqam Tağıyev, 11 İbrahim İbrahimli, 14 Əli Əliyev, 17 Cavidan Nuriyev, 66 Cavanşir Cavanşirov. Baş məşqçi Samir Həşimov. Aksu City komandasının ilk 11'liği belədir. 12 komandanın qapıçısı Həsən Həsənli, 23 Kənan Mirzəliyev, 15 Talih Babayev, 7 Ruslan Poladov, 5 Rəvan Kərimov, 10 komandanın kaptanı Elgün Abbaslı, 6 Xətay Bağırov, 9 Salman Atlıxanov, 11 Sərxan Ağayev, 57 Cavid İmanverdiyev, 77 Ruslan Ağalarov. Baş məşqçi İbrahim Uzunca. Məs qarşılaşma artıq start götürdü. Tabii də Rəvan Kərimovdadır. Məs final uğrunda bir qədər də bu qarşılaşma həmçində Region Liqasına hazırlıq bir müddəti sayılır. Ruslan Ağalarov ən geriyə. Ruslan Poladov oynadı. İndi Elgün Abbaslı top kapitandadır. Kapitan sol çağı da oynadı. İlk həmlə Aksu City adına yaşanacaq. Qarşısında türmə çəkdi. Cavid İmanverdiyev davayda oradan müdafiəçilər uzaqlaşdırmağı başarır. İki əmrədə. Təhlükəsizliyi tam şəkildə soğuşmayıb. Nəyin gerdən? Ruslan özünü çatdırmağı bacardı. Topu bir daha komandasında saxlamağı başarır. İndi Elgün Abbaslı. Sol şağı bir daha oynadı. Hücumun istiqaməti sol şağdan içəriyə sıyrılma düşüncəsi var idi. Buradan bir həmlə yetirdilər. Vüsal Kuliyev qarşıladı. İlk təhlükəli epizodu məhz elə Aksu City yerinə yetirdi. Qızıl Hacılı komandasına. İndi isə göz zərbəsi yenitiləcək. Qarşılaşmada ilk təhlükəli epizodlardan birini izləyəcəyik. Elgün Abbaslı topun başında. Qapı qarşısında ötürməyəcəkdir. Alınmadı bir qədər. Hissəli alınmadı bu. Nəyin girdən bir daha qurulacaq Aksu'nun hücum cəhdi Xətay Bağırov. Nəyin girdən Elgün Abbaslı. Qapı qarşısında ötürmək bir daha keçmədi. Top Qızıl Hacılı komandasına keçir. Əks hücum şansı olabiləcək mi? Yenilənmək mümkün olmadı burada. Top bir daha Aksu City oyuncularında da Salman Atlıxanov topladı. Qarşılığında top bitkiləri var. Kapitanımızı oynadı. Vüqar Əşrəf istiqamətində. Vüqar içəri sırmasında təhlükə olan. Vüqar şəhərlərin masasında topunun zərbə çəkdi alınmadı. Qızıl Hacılı komandasının Marafon komandasından transferidir. 7 nömrəli Vüqar Əşrəfli Region Liqasında da inanlı çıxışı ilə yaxda qalıb. Onlar lig sırasında gol krallığında ikinci yeri bölüşüldü. Bir qədər komandalar haqqında məlumat verək. Qızıl Hacılı komandası məhz Goranboy komanda. Goranboy təmsilçisidir. Aksu isə elə adından belə Aksu City'nin təmsilçisidir. Məhz Region Liqasına hazırlıq edir hər iki komandada. Qızıl Hacılı komandası Region Liqasında ötən mövsüm çıxış etməsə də Aksu City Region Liqasında aktiv şəkildə çıxış edir və həqiqətən də inanlı çıxışı ilə yadda qalır.
Bu il isə həqiqətən də oyuncular baxımından, transferlər baxımından bir qədər heyətini gücləndirməyi bacarıb. İsə bu çempionatda da bir qədər də elə region liqasına hazırlıq başlayacaq. Ötən mövsümdə isə region liqasında 8-də 1 final oynamışdı. Biləsuvar komandasına məğlub olmuşdu hər iki oyunda da. İsə qapı qarşısında daha bir təhlükəli epizod. Qapıda o zərbə cəhd alınmadı. Region liqasında isə məsələ qrupu vahid liderdən sonra ikinci sırada tamamlayabilmişdi. Bu sezon region liqasında yenilənmiş Aksu City nə cür performans göstərəcək, nə cür çıxış edəcək. Təbii ki də Qızılacılı komandası hələ ki məlum deyil region liqasına qoşulacaqmı yoxsa yox, amma həqiqətən də oyun tərzində bir ilk 5 dəqiqədə izlədiyimizdə yadda qalan bir performans sərgiləyirlər. Aksu City qarşısında elə ki onlar da tempi itirməyib müqavimət göstərməyi bacarırlar. Qapı qarşısında ötürmə cəhdi. Salman içəriyə sırlarsa təhlükəli olar. Əngiriyə Vüqar Əşrəfli sürətlənmişdi. Əngiri oynamaq məcburiyyətində qaldılar. Ruslan Poladov işi riskə atmadı. Əngiri oynadı. Vüqar Əşrəfli isə təzyiqi davam edir. Rəqib üzərində təzyiqlə oynamağa davam edir. Rəqibdən bir top itkisi gözləyir. Təzyiqi bir qədər də Cavidan Nuriyev qoşulmuşdu Qızıl Hacılı komandasında. Qapı qarşısına ötürmə cəhdi alınmadı. Bir qədər geri oynamaq məcburiyyətinə qaldı Aksu City oyunçuları. İndi Ruslan Poladovla Əngiridən 2 rəqibini aldatdı keçdi. Əngiri kapitanla oynadı Ergün. Ergündən ən yaxın komanda olmuşlar. Xətai Bağırova bir ötürmə istədik. Qısa ötürmələrlə hələ ki qapıya çatmağı düşünürlər. Cəhdləri bu yöndəndir. Artıq qarşılaşma başlamasına baxmayaraq 2 cəhd izləmişik. Təhlükəli biri elə Qızılacılı komandasına aiddir, biri də elə Aksu City'nin özünə qarşılıqlar. Hücumlar şəraitində gedir hələ ki qarşılaşma. Qapıdan zərbə ilə davam edəcək. Kingsley Averi. Qızılacılı komandasının əcnəbi futbolçusu. Bir qədər ötürmə dəqiq alınmadı. Halbuki Kingsley Averi'nin ötürmə düşüncəsi burada Cavidan Nuriyev idi. Alt aşı yönetirdi. Ergün Abbaslı'dı indi. Git topla git. Mustafa çıkınca sen karşı. Devam. Yine meydanın sol cağına bir hücum izleyecek. İçeriye sıyrılma düşünceleri var. Asma düşüncesi de olabilir. Ki Aksu City oyuncusu da artık mövqeylənib cərimə meydançasına rəqibi. Ötürmə də ola bilər əslində qalsa. Sadəcə təzyiq də var. Elə Qızılacılı müdafiəsindən bir qədər qapanmağı yaxşı bacarıblar. Yəni bu da elə oyunun heç də temsiz və yaxud da belə maraqsız keçəcəyindən xəbər vermir. Daha da elə maraqlı olacağı bəllidir bu hücumlardan və bu müqavimətlərdən. Adətən həvəskar adlı çempionatlarda bir qədər həvəsli yanaşmırlar, amma həqiqətən də bu final digər finallardan ayrılır. Həm azarkeş baxımından, azarkeşlər də var. Həqiqətən də sayıca da çoxdular. Qarşılaşma hələ yeni başlayıb. Yarım ki davamı da olacaq. Komandalarını yalnız buraxmırlar. Həm Duranboy təmsilciləri, azarkeşləri, həm Aksu azarkeşləri. Qarşılaşma başlamamışdan bir neçə saat əvvəldən elə Girgulaları doldurmuşdular. Həqiqətən də azarkeşlər də maraq qatan yaslardan biridir bu cür qarşılaşmalara. Ergün, Salman, bir daha Ergün sonrasında yine Salman, en geriye Ruslan, sonrasında bir daha Ergün ötürməsi Salman'a geri qayıtmadı. Burada artıq Cavanşirov idi təzyiq göstərən oyuncu. Təzyiqləri bir qədər işə yaradı. Aksu'nun hücumla mane olmağa bacardılar. Sıra Mürvet Vəliyevlə Qızılacılı komandasındadır. Əks hücum şansı Qızılacı adına. Sağ aşağıdan əla bir ötürmə cəhdi alınmadı. Qarşı alınır müdafiə baxımdan. Bir daha içəriyə asma düşüncəsi olacaq, amma ötürmədə dəqiqlik yox idi. Ən geridən gələn bu ötürmə Ülfət Vəliyev idi. Hansı ki, az əvvəldə elə hücumu özü qurmuşdu.
Özü də başlatdı, özü də bitirdi, belə deyək. Rəvan Kərimov. Müdafiədən gerdən başlayacaqlar. Elgün Abbaslı kapitan topladı. Yenə sol aşağı bir ötürmə. Elgün Abbaslı. Mərkəzləri və qarşısında 2 də rəqib var idi, qarşısında Ülbət var idi. Keçmək mümkün olsa da sonrasında Qızılacın müdafiəsindən keçib verilmədi. İkinci səfər. Elgün Abbaslı. Görməcək alınmadı. Burada artıq Qızılacın oyuncuları təzyiq göstərir. Rəvalın müdaxiləsi yetərsiz qaldı, amma topu da elə meydanda saxlamaq mümkün olmadı. Kapitan, gel kapitan! Kaç yerine kayıt! Onun göre bak. Lütfen çok tutma, lütfen çok çekin! Git! Eksik hücum şansı. Alt saatına. Önünü açmaq düşüncəsi, müdafiədən bir qədər boşluq yaranıb, Salman ötürməsi. Ən geriyə amma bir qədər anlaşılmazlıq yarandı hər iki oyuncu arasında. Açmaq düşüncəsi alacaqmı, top meydanda saxlamaq mümkün oldu. Ruslan Poladov, Elgün Abbaslı, ən geriyə Rəvan Kərimov. Qısa ötürmələr izləyirik. Hər iki tərəfdən də təhlükəli hücumlar da izləmişik, amma hələ ki nəticə hasil olmayıb. 27-ci Əsgərlər arasında ölkə kubokunda, ölkə kubokunun finalında hələ ki gol yoxdur. Çabuk değil! Xətayı yerdən göndərdi. Cavid İvan Verdiyev istiqamətlə düşünülmüşdü. İndi Vüqar Əşrəfli topa rəhmət edə biləcəkmi? Yox, burada müdafiəçilər icazə vermədi. Rəvan Kərimov o davam etdirəcək. Ruslan Poladov cınaq ötürməsinə əla qəbul etdi. Üç oyuncu arasında sıyrılıb ötürməli vermək mümkün oldu. Sonrasında Xətayı ilə ötürdü. Xətayı yolladı. Bozulmuşdu. Standart bir vəziyyət yönetilecek. Ötürmələri izlədik. Müdafiə zərb olacaq mı Xətayı? Zərbə çək təlimatı. Kingsley Averi icazə vermədi burada. Müdaxiləsi ilə qapısını doğulmaz saxlamağı bacarır. Rəvan. Ruslan meydanda saxlamaq mümkün oldu. Davam ötürməsi də əla alındı. Qızılacın oyuncuları topu davam etməyi bacarsa da qayda pozulmuşdu. Hər iki hesabda golsuz bərabərlik var. Dəyişiklik yoxdur. Hücumlar var, amma hər iki gol səssizliyi final qarşıdurmasında davam edir. İçəri ötürmə düşüncəsi Cavanşirdən alınmadı. İndi bir daha Aksusiti əks hücum şansını yaxalamağı bacarır. Kingsley də qapısını tərk etmişdi. Artıq Cavid İvan Verdiyevin sürətləndiyini görmüşdü. İşi riskə atmadı. Qapısını tərk edərək bütün riskləri üzlərinə alaraq qapısını qorumağı bacardı. İsə bir ötürmə. Bayram oxları gəlmişdi bu istiqamətlə. Elgün Abbaslı. Kapitan Ruslan Poladov əla gördü. Dəngəli Rəvan Kərimov. Hələ ki müdafiədən çıxmayıblar Aksusiti komandası. Meydan sol cağında artıq Aksusitinin əks hücum əmləsi başlayacaq, amma ötürmə gəlib çatmadı. İstənilən kimi cəlbə meydançasında olduqca
sayı baxımından çox idilər Aksu City oyuncuları. Sadəcə ötürmə dəqiqə arasındaydı burada. Çabuk ayağa! Daha bir qayda pozuntusu. Elgün Avaslı'ya qarşı qayda pozulmuşdu və Van Kərimov standart vəziyyəti yerinə yetirdi. Qısa ötürmələr şəraitində hücum quracaqlar. Ruslan Ağalarov ötürməsi ən gerilə Ruslan Poladova gəlir çatır. Ruslan Ağalarov bir daha Rəvan. Ruslan sağda boşluq yaratılıb artıq. Cavid İmanverdiyev oynadı sonrasında bir daha Ruslan Ağalarova qaydan ötürmə. Cavid İmanverdiyevə gəlmədə ayaq qoya bilmədi amma xəta sonrasında bir daha Cavid İmanverdiyev. Aldı sağına. Zərbə cəhdi alınmadı. Ön artıq bağlamışdı. Ən geri oynamaq məcburiyyətində qaldı. Salmanın içəriyə doğru ötürmə düşüncəsi. Bir qədər yaxşı alınmışdı amma topu hələ də ram etmək istənilən kimi bir zərbə indirmək mümkün olmayıb. Və ən geriyə sənəs əldə qalır. Müdafiəçilər də yaxşı bağlandı. İstər Hüsal Quliyev, istər Ülfət Vəliyev, istər Murad Bayramov. Çox yaxşı müdafiə olundular. Nəzərə alındakı Aksu City komandasında həm ötən mövsümün Region Ligası çempionları, həm də mini futbol üzrə Sloveniyada, Brislava şəhərində bayrağımızı zirvələrə ucaldan o çempion kollektivin çempion oyuncuları da var. Van Kərimovdan bir neçə örnek vermək olar. Həmçinin dünya çempionu Xətay Bağırov, Premier Liga təcrübəsi olan təcrübəli oyunculardan biri ilə Ruslan Poladovun özüdür. Həmçinin Elgün Avaslı'nın da illərlə Premier Liga təcrübəsi var. Uzunalcılıqda da komanda zəngindir, o qədər fərq yoxdur deyə düşünürəm. Həm də bu meydanda göstərir, görünəndir. Burada yaxşı cavablar verə bilirlər Aksu City'nin əks hücum əmləsinə. İndi Van Kərimov buradan Əşrəfliyə gəlib çatmasına icazə vermədi topun. Ötürmənin qarşısında yaxşı aldı. Müdafiənin gerisinə burada Murad Bayramovun müdaxiləsini izlədik. Daha bir təhlükəli hücumun qarşısını alır. En geriyə Sənəsənlidə qaldı. Rəmal. Komanda yoldaşda uğurlu alanda. Yine sağ aşağıda Ruslan Poladov topla. İçeriye asma düşüncesi. Ruslan Ağalarov. En geriye bir daha Ruslan Poladov. Kapı karşısına türmə cəhdi alınmış. Müdafiəçilər uzaqlaşdırmağa bacarır bir daha. Sağ və sol cinardan içəriyə asma düşüncələrini yaxşı qarşısına alırlar. Bəllidir ki, Aksu City qarşısında yaxşı hazırlaşırlar. Onlar da istəyəlidirlər. Onlar da məhz 27-ci ölkə kubokunun qalibi olmaq istəyirlər. Bu bəllidir. Sərxan Ağayev. Səbir ötürmə. Ruslan Ağalarov və Xətay Bağırov. Xətay baxdı qapıya, zərbə çəkdi uzaqdan. Kingsel Avari cəhd göstərməyə bacarmışdı. Bir qədər sanki Xətayın bu zərbəsindən sonra bir qədər zədələnir. Abi, canlıdasınız.
edebilecek Kingston Averi, kızılacılı oyuncusu. Bugün Yağlı çıxışıyla da yanında qalıb hələ ki səhvsiz oynayıb hər iki qapçılıq an itibariyle. Kızılacılı komandasının əks hücum həmləsini izləyəcək. Rəvan Kərimov burada icazə vermədi, imkan yaratmadı rəqibinə qarşı. Vüqar Əşrəflinin təzyiqi var idi. Sürətli bir əks hücum şansı Aksu Siti adına olacaq. Sol ucağına Cavid İmanverdiyev içəriyə əla oynadı. İndi asma düşüncəsi. Salman Atlıxanov əla saxlı zərbə çəkdi Kingston Averi. Bir daha icazə vermədi. Salman Atlıxanovun bu zərbə çəkdiyinə imkan tanımadı. Geriyə Kızılacılı oyuncuları təmas ediblər rəqiblərindən. Doğru götürmə lazım idi. Burada istənilən kimi alınmadı. Murat Bayramovun ötürməsi keçməmişdi. Erkin Abbaslı, Ruslan Poladov oynadı. İndi geriyə Talih Babayev. Bir daha Ruslan. Erkin Abbaslı, Salman. Xətay Bağırov mərkəzdə yaxaladı ötürməni. Əncilaqla oynamaq düşüncəsi, amma burada yenə müdafiə yaxşı oyun. Əliyev iti. Yaxşı oyun sonrasında İbrahim ilə oynamağı bacardı. Davamı gəlmədi, hücumun sonluğu elə Aksu City'nin müdafiəsinin qarşısı kəsməsi ilə bitdi. Ruslan. Salman. Erkin Abbaslı. Bir daha Xətay Bağırov. Cavid İmanverdiyev. Qapıya zərbə çəkdi yenə Kingston Averi. Sanki Cavid İmanverdiyevin zərbə çəkdi. İstənilən kimi alınmadı. Hücum sırası Kızılacılı komandasındadır. Ruslan ötürməli mani olmağı bacardı. Hücumun sırası ise artık yine Aksu City adladı. Elkün Cavid İmanverdiyev. Birazdan köşklərində səsini eşitmək mümkündür. Onlar da bu qarşılaşmaya böylə vəslə yanaşır. Rəvanın zərbə çəkdi uzaqdan. Alınmadı. Yaxşı düşünülmüşdü, amma bunun istədiyi kimi getmədi istiqaməti. Açtıqda yayındasın. Cavit geliyor ya. Cavit top almaya gelir. Sen o araya koşuyor. Kaldı. Kapıdan zərbeli devam edecek. Kızılacılı komandası. Bayramov idi əngil oynamaq məcburiyyətində qalan indi. Müdafiənin əngisinə Rəvan Kərimov qarşılayır. Neyse bozulmuşdu. Standart bir vəziyyət yenitirəcək Kızılacılı komandası. Kapitan Tural Vəlizadə ilə qısa bir ötürmə yenə alınmadı. Ruslan Ağalarov bir daha top Kızılacılı komandasında da, amma qarşılıqlı top itkiləri çox yaşanır. Son bir müdafiə isə Misal Quliyevdən gəldi. İşte bir dəqiqəlik su fasilesi yaranır meydanda. Kısa bir fasileden sonra yeniden devam edecek karşılaşma.
Salman. Çəkilmə, bir də ortaya düş vurarsan. Allah haqqı ortaya. Qarşılaşma yenidən bərpa olunur. Mən nə qışqır isə nə? Bir dəqiqə üstü faizsiz sona etdi. Kaldı burada el akışımız var. Ne gördün? Aksu City'nin alt atışıyla devam edecek. Fit seslendim. Kısa ötürmeler. Serkan idi topla. İkisi karşılamaz oldu. Bir daha alır. Fit ise bir daha seslenir meydanda. Tərəflər hələ ki səssizlik pozdu bir meydanda. Qarşılaşmanın təxmin olaraq 3-də 1 hissəsi yekunlaşmaq üzrədir amma hələ ki bu səssizlik var. Yana qarşı durması indi müdafiənin əngəsinə tərs bir toxunuş Cavid İmanverdiyev topladı. Cavid rəqibini aldatdı keçdi. Ötürməsi xəta istiqamətinə indi Ruslan. Qapıya zərbə olacaqmı? Bir qədər səbirli davrandı. Bir daha Cavid İmanverdiyevlə oynadı. Cavid. Geri Ruslan Poladov. Ergün. Ruslan. Ruslan Poladovun ötürməsi bir qədər diaqaran alındı. Rəvan yerdən göndərir. Qısa ötürmələri izlədik hələ ki. Qızılacılı komandası da vurgulamaq lazımdır ki, çox yaxşı qapandı müdafiə baxımından. Yaxşı oynadılar, keçid vermədilər, boşluq yaratmadılar Aksu City komandasına. İsə həmlə bir daha təkrarlanacaq. Ruslan, Ləhəngirdən komanda yoldaşlarına gəldi dəstəyə. Burada Vüsal Quliyev təzyiq göstərdi, ilə işə yaradı demək olar ki. Əks hücumun başına elə o qurdu. Müdafiənin gerisinə oynanan kənar vəziyyət. Vələ Şəfli. Mərkəzdən devam edəcək. Salman git Salman. Ruslan Poladov. Qarşısında bir neçə rəqibi var. Bir qədər də sanki çətinlik çəkirlər. Hər iki tərəfdə hücuma çıxmaq, hücumu bitirmək baxımından hər iki tərəfində müdafiəsi çox yaxşı oynayır. İndi qapı qarşısında ötürməyə çəkdi. Cavidin zərbə çəkdi, alamadı. Cavid İmanverdiyev. Qarşılaşmada ən real gol epizodlardan biridir. Əldən qaçır. Təcrübəli oyuncu. Bu səfər dəyərləndirib bilmədi. Gələn ötürməni qolla yekunlaşdırmaq mümkün olmadı Aksu adına. Esib davam edir, ən geridə qapıçıda qalır top. Qapıçıların bir cınaq təşkili Murat Bayramov. Murat sağdan keçməyə şansı mümkün oldu. Özü ilə ötürməsini verdi komanda yoldaşlarının isə müdafiənin ən geçmə oynanan kənar vəziyyət var mı? Özlər yana xəta hakimi oynanan kənar vəziyyət yoxdur. Qapı qarşısında ötürməyə çəkdi. Yerdə qalan bir oyuncu var idi. Ləman Kərimov ikili mübarizədə Qüqar Əşrəfli ilə birlikdə irəliyirdilər. Həmən mövqeyə cərimə meydançasının içərisində. Çünki də burada Qızılacılı oyuncularından bir penalti etirazı var idi. İçərisində olan düşüncəsi olan Ruslan Poladov. Cınaq boyunca özü irəlilədi. Müdafiə isə burada çox yaxşı oynadı Cavanşir.
imkan yaratmadı cərimə meydançasının içərisində doğru bir ötürmə düşünülməsinə. Önde dönen topları alın, dönen topları. Biri burada kalsın. Sen önde kal, dönen topları alın. Elgün Abbaslı standart vəziyyəti yerinə yetirəcək. Daha bir təhlükəli hücum izləyəcək, hücum cəhdi izləyəcək. Aksu City adına hesabda gol səssizliyini, burada gol bərabərliyini, golsuz bərabərliyi pozmaq adına. Bu qarşı ötürmə başda zərbə də gəlsə mümkün olmadı. Talih Babayev idi. Cərimə meydançasında gələn ötürməyə başla zərbə indirən oyuncu, amma doğru saçmaq mümkün olmadı. Kenan, git yerine Kenan. Səhv vardı burada, ötürmədə səhvli oynadılar. Əks hücum həmləsi olacaq, qapıya doğru zərbə çəkdi, alamadı. Sərxan Ağayev dəyərləndirə bilmədi. Gençlər Aver idi bu. Həmlə davam edəcək, cərimə meydançasının içərisində daxil olur. Aksu City oyuncuları indi ən geriyə Ergün. Kapitanın zərbə çəkdi. Gençlər Averi. Orada reaksiya göstərə bilmiş, amma etiraf etmək lazımdır ki, çox təhlükəli alındı. Hətta bu zərbədən sonra Ergün Abbaslı kapitanın zərbəsindən sonra bir daha səsləri. Səslənir tribunata. Gençlər Averi bir qədər də zədələnir. Qədər zədəsi ciddi görünür. Artıq həkim müdaxiləsi də var. Meydan qərbət edilir. Təbii ki də bu vaxt hesabı olacaq. İlk hissənin sonlarına da 4-cü hakimdən bərpa ediləcək oyunun əsas vaxtına. Ən geriyə Qızıl Ağaclı oyuncularında da top. Cərimə ötürməsi yaxşı alınmışdı. Ən geriyə burada Ülfət Vəliyev yerdə qalmışdı. Həmlə davam işarəsidir. Xətayı yerdən göndərdi cərimə meydançasının içərisində. Sərxan da ötürmə cəhdi ən küçük nöqtəyə, amma Salman Atlıxanov yetişə bilmədi. Kingsley Averi davam edəcək qapıdan zərbə ilə. Ülfət Ülkəsə komandı yolmuşda yaxşı gördü. Erkin Abbaslı qarşısındadır. Əngil oynamağa məşğuliyyətində qaldı. Musal Quliyev Əngildən davam edəcək. Sayışlar boyunca oynasa da ötürmədə dəqiqlik yox idi. Artıq Talih Babayev özünü çatdırmağı bacarır, top tələ meydanı tərk edir. Out yer etiləcək. Ergün Abbaslı. Ergün topla. Ötürməsi xəta istiqamətinə. Sağ aşağıda Salman Atlıxanov. Salman qarşısında
Murat Bayramov'u en geri oynadı. Ruslan sonrasında Ergün. İki oyuncu arasında sınırlama mümkün oldu. Kapitanların mübarizesini istedik. İki on numaralı mübarizesi. Ergün bastı ve Tural ve Rizade'nin mübarizesinde Ergün bastı yerde kalmıştı. Qayda bozulur. Standart vəziyyət deməkdir. Xüsusi adla. İşarə verildi. Yine Ergün Abbaslı yönetici için Mustafa Aladov içeri sıyrılıb. Rəvan Kərimov oynadı. Sonrasında Ergün Abbaslı bir daha. Rəvan. Büyük şəklində təzyiqi var idi. Yaxşı qapanıb Qızılacılı komandası. Ruslan. Qapı qarşısında asma düşüncəsində ən geriyə Sərxan topladı. Daha doğrusu Ruslan idi. Həmlə davam edəcək. Uzaqdan bir cət qapı istiqamətinə yenə alınmadı. Daha bir şans əldən qaçır Xüsusi adına. Kal orada, kal önde kal. Qapıdan zərbə ilə davam edəcək Kingsley Averi'dir. Serkan git öyle Serkan. Ötürməni yaxşı oxudular. İndi daha bir təhlükə Cavid İman verdi. Pis itmişdi ama müdafi bir daha uzaqlaşdırmağı bacarır. Ruslan. Serkan Ağayev zədələnir. Təbii ki de finalda bir qədər rəqabət var, bir qədər şampiyon olmaq hissi var, şampiyon olmaq arzusu var. Bir qədər oyuncular hisslərinə qapılabilir, əsəblərinə hakim olmayabilir. Təbii ki de nəticə nə olursa olsun, dostluq və fair play qorulmalıdır. Eşməsiz. İsə sarı kartla, daha doğrusu sarı vərəqə ilə cəzalanır. Qızıl Hacılı oyuncusu Əli Əliyev. Rəvan Talih ilə oynadı. Elgün Abbaslı topla. Elgün sağcaqda Ruslan Poladov çok uzun oynadı. Gelir. Dönme orada kal. Dönme. Ben o çok şeyler söz söylemem. Söz söylemem. Kaydıra çerçevesinde cezalandırmalı. Serkan bak Serkan. Rəvan. Bir daha Ruslan. Sonrasında Serkan da topla. Serkan ötürməsi keçmədi. Yəni geriyə. Rəvan. Şiriska atmadı artıq Büyükar Əşrəflinin də təzyiqi var idi ona qarşı. Həsən Əsəli ilə oynadı Büyükar Əşrəfli. Hər də təzyiq göstərməyə başlayır. Davam edir. Dayandırmır. Əsələ başlatdığı təzyiqi sona qədər davam etdirdi. Həm Rəvana, həm Həsən Əsənliyə. Sonrasında ise top alta yollandı. Çık topla çık Ali. Hareketli. Artıq ilk hissənin sonlarına da yaxınlaşmışıq. Salman ötürməsi bir qədər təhlükəli alınmışdı. Müdafiədən girsinə bir qədər şəhri topla itham oyundan kənar vəziyyət. Bitirir bütün hücumu. Ruslan. Olmaz ileride.
Taban ötürməsi ələ alındı. İndi Xətai Bağırovdur. Xətai topladı. Xətayinin zərbə çəkdi. İki sıraları sonrasında. Qaytan ötürməyi zərbə çəkdi. Mümkün oldu. Hesab açılır qarşılaşmada. Gol sensizliği pozulur. Xətayinin davam etdirdiği hücuma. Salmanın bitirmesi mümkün oldu. Artık hesapta 1-0 öndedirler. Ve bir daha set aladı. Bir daha sesleri eşitlendi. Nazik. Ay Nazik. Kalma. Böyle oynayın ki biriniz Nazik. bassın biriniz arkadan. Ay Nazik. Çık. Kalma Nazik çık bana nömrə. çık. Nömrə. 9. Salman sadalarda biz. Seslerini işittik tribunadan. Aksiteye aydınlan tribunadan. Hem bir daha sedaları var. Hem Oyunda hesap Eyvallah açılır. hocam. Aksu City komandasının heyətində golun Çaldılar müəllifi tribunlar. 9 nömrəli futbolçu Salman Akluxanov 1-0. Cavi Cemal Verdiyev oynadı. İndi müdafiənin geçti. İkinci gol axtarışladılar. Burada müdafiəçilər yaxşı oynadı. Emresa devam edecek. Kızılaşlı komandasının indi sıra. Hesabı beraberleştirmeye atla. Yukarı Eşrefli top önüne al Sata. İmkan yaratılmadı Buladov tərəfindən. Hücum qarsansa da bir daha hücum qurbanı başarırlar. Qızıl Hacılı komandası Cavidan Nuriyev. Sonrasında Yukarı Eşrefli oynarken əvəzək yoxdur. Qapçını keçmək mümkün oldu. Yukarı Eşrefli'den cevap gecikmir. Ramboy temsilcisi Kızıl Hacılı komandası. Aksu City karşısında az evvel 1-0 geriye düşmüştü. Sonrasında ise Cavidan Nuriyev'in tezigi ötürmesi ve sultanlığını danıştırması Vüqar Eşrefli'nin de bitiriciliğiyle birleşti. Hesapta bir daha tarafsızlık yarandı. Tarafsızlık yarandı. Kartlar bir daha paylanır final karşı durmasında. Oyunda hesap beraberləşir. Qızıl Hacılı komandasının heyətində golun müəllifi 7 nömrəli futbolçu Vüqar Əşrəfli 1-1. Artıq Aksu City həmçində Qızılacılı komandası bir qədər daha diqqətli oynamalıdırlar. Şampiyon olmaq istəyən komanda səhvlərə daha az yer verməlidir. Cavidan Verdiyev, Ruslan Ağalarov ən geriyə
Ergün. Daha doğrusu Ruslan. Ergün'de de top. Ergün Abbaslı. Zərbə çəkdi. Alınmadı burada Kingsley Averi. Ergün Abbaslı topla. Reval. Xətai. İkinci qol axtarışındadılar. Bir daha üstünlüyü qurmaq adına. Xüsusi təminlərini izləyirik. Sərxan ötürməsi bir daha Ergün. Açık Polado. Ergün. Arasında Ruslan. Berat Salcağına dair ötürmə. Ruslan topladı. Ruslan Polatov içeri ötürmə düşüncəsi Salman Atlıxanovda qalır. Salman qapı qarşısında ötürmə düşüncəsi Kingsley Averi'dən. Artıq topa həmlə üçün havalanmışdı. Keçid vermədi. İmkan tanımadı rəqiblərdə. Zərbə indirməsinə və yaxud da təhlükəli bir epizod yaratmasına. Git oraya Polado. Tural Əlizadə. Ergün. Ayaq saxladı Ruslan Poladovu yaxşı gördü. Ruslan rəqibini keçirmək mümkün olmadı burada. Murat Bayramov iti. Əmrə davam edəcək. Ruslan Ağalarov. Əla sıyrıldı. Ötürməsi Ergün Abbaslı istiqamətinə. Ergün qapıya baxdı. Zərbə cəhdisə yenə alınmadı. İlk hissəsi 2 dəqiqə əlavə edilir. Görüşün 4-cü hakimi tərəfindən. Bu həyəcanlı qarşılaşmanı 2 dəqiqə izləyəcək deməkdir. Talib. Revan. Revan ayaq saxladı bir qədər. Yuqarı şəridən sıyrılmağı bacarmışdı burada. Ergün. Ruslan. Ruslan Ağalarov. Ötürməsi Xətai Bağırov. Bir daha Ruslan Ağalarov. İçəriyə sıyrılma düşüncəsi almadı. Yenə müdafiəçilər Vüsal Quliyev idi burada. Yeni səyək hücum şansı Qızılaclı adına. İkili mübarizə davam edir burada. Canan Mirzəliyev və İbrahim İbrahimli arasında. Birinci hissə 2 dəqiqə əlavə olunur. Xətai. Keçik tanımadı burada. Murat Bayramov çox yaxşı oynadı. Hücum şanslı yuqarı əşrəfliyə Qızılaclı adına. Bu adamı keçmək mümkün olsa da Babayev keçmək mümkün olmadı. Sərxan ötürməyə alındı. Salman Atlıxanov sürətlənib. Cavanşirov da özü çatdırmağı bacarsa da topu meydanda saxlamaq mümkün oldu. Rəqibindən sıyrıldı, ötürmək mümkün oldu Xətai. İstiqamətinə amma yenə müdafiə öz sözünü deməyi bacardı. İmkan yaratmadılar. Aksu City'nin ikinci golunu qeydə almasına. Hər iki tərəfdə görülür ki, ilk hissəyə fasiləyə bərabər şəkildə ayrılmağı düşünmür. Üstün ayrılmağı düşünürlər. Bir qədər şans və bir qədər də taktika vacibdir. Ergün'ün zərbə çəkdi yerdən. Kingsley Averi 2 əmrədə topu ram etməyə bacardı. Ötürmələrlə hələ ki hücumu quracaq Qızılaclı komandası görüşdə. Ötürmə istəyilən kimi alınmadı. Ergün.
müdafiəsi xəta istiqamətində ən geriyə. Vüqar Əşrəfli çata biləcəyimiz Salman. Burada imkan yaratmadı. Vüqar Əşrəflinin topa rahatlıqla ələ keçirməsinə. Və bununla da ilk hissəli final bitişlənir. İlk hissədə qarşılıqlı epizodlar izlədik, qarşılıqlı hücumlar izlədik. Aksu City və Qızılacılı qarşılaşmasında ilk hissədə qalibi hələ ki müəyyən etmək mümkün olmadı. Tərəflər bir-birlik bərabərliyə razı ayrılırlar fasiləyə görə. İkinci hissədə nələr baş verəcək? Heç ayrılmaq yoxdur. İkinci hissədə də biz birlikdəyik. Salam, hər vaxtımız xeyir, dəyərli futbol azarkeşləri. 27-ci Azərbaycan həvəskarlar arasında ölkə kubokundaydı. Bəs final qarşıdurmasında bir tərəfdə Qızılacılı komandası, digər tərəfdə isə Aksu City komandası qarşı-qarşıya gəlirdi. İlk hissədə tərəflər razılaşa bilmədi. Qollu bərabərlik izlədik. Vüqar Əşrəflinin və Salman Atlıxanovun qarşılıqlı qolları ilə fasiləyə ayrıldıq. İkinci hissədəyik. Bu həyəcanlı final qarşıdurmasında ikinci hissədə bizləri nələr gözləyəcək? Nələr baş verəcək? Ən əsası isə çempion olaraq kuboku kim başı üzərinə qaldıracaq? Başda isə Aksu futboluna dəstək olan dəyərli insanlarımıza təşəkkürümüzü bildirmək istəyirik. Aksu City futbol klubu yalnız futbolçuların və məşqçilərin deyil, Aksunu sevən, onun inkişafını özünə borc bilən insanların da klubudur. Bugün klubumuza göstərdikləri maddi və mənəvi dəstəyə görə Aksunun dəyərli insanlarına xüsusi təşəkkürümüzü bildiririk. Başda klub rəhbəri Rəmzi müəllim Aksu futbolunun inkişafı naminə göstərdiyi fədakarlıq və davamlı dəstəyi ilə klubun bugünə gəlməsinə böyük rol oynayır. Ondan başqa hər zaman kluba dəstək olan Zar Baxşəliyev Aksu futboluna göstərdiyi diqqət və dəstəyi ilə daim yanımızda olan idmana və gənclərə verdiyi tövhələri ilə seçilən ziyalımızdır. Sonrasında isə götürək Sanip Marketin sahibi Salih müəllimə Aksu futboluna göstərdiyi dəstəklərə yerli sahibkarlığın sosial məsuliyyəti nümunəsini ortaya qoyduğuna görə təşəkkürümüzü bildiririk. Zamanla da digər təşəkkürlərimizi də bildirəcəyik. Keçidək qarşılaşmaya, keçidək əsas məsələyə 27-ci ölkə kubokunda həvəskarlar arasında keçirdi. Kubokun final qarşıdurmasına. Top itkisi yaşanır. Qızılacılı komandası. İkinci qol axtarışında Vüqar'dan əlavə bir ötürmə. Qapı qarşısında daha bir təhlükə. Zərbə və gol! Vüqar Əşrəflinin ötürməsində qolu başardı. Qol qeydə almağı başardı Cavidan Nuriyev. Cərimə meydançasında. Meydançasında həla bir ötürmə, həla top sürükləmə və sonrasında qarşı alınmaz bir zərbə. Qızılacılı komandası artıq final qarşıdurmasında ilk hissənin, daha doğrusu ikinci hissənin başlarında. 17. İkinci qolunu qeydə almağı bacarır artıq üstün tərəf onlardı.
İlk hissənin ortalarında Aksu City fərqlənməyi bacarmışdı əslində baxsaq Salman Abduxanovla. Qızılacılı komandası hesabda öne keçir. Qızılacılı komandasının heyətində ikinci gol müəllifi 17 nömrəli futbolcu Zavidan Nuri. Onlara doymuruq. Cavab gecikmir. Gecikmir cavab. Biz anonsunu gözlədik ama gözlədiyimiz anda Aksu'nun cevabı gecikmir. Aksu City hazır cevablığını Aksu City hazır cevablığını danıştırır. 2-2. Cevap gecikmedi. Cevap gecikmir onlardan. Cavi Dimon verdi. Artık Aksu City komandası hesabı bərabərləşdirir. Aksu City'nin heyətində golun müəllifi 57 nömrəli futbolcu Zavid İmanverdi. futbolda bundan müjdedən daha artıq ne olabilir axı? Biri bitmeden, birinin olsun bitmeden, biri gelir. Hüqar Eşrefli. 3-2 neler baş verir futbol meydanlarında? Qızılacılı meydanlarında. Qızılacılı komandası hesabda öne keçir. Qızılacılı komandasının heyətində 3-cü golun müəllifi 7 nömrəli futbolcu Vüqar Əşrəfli. 2-3. Həqiqətən də ikinci hissədə inanılmaz hadisələr baş verir. Düşünün ki, gol qeydə alınır. Bir gol anonsu bitmədən digər anonsu ardıcıl şəkildə meydanda səslənir. Nələr baş verir? Qızılacılı komandası bir daha üstün tərəfdə 3-2. Qapı qarşısına tabir ötürmə. Təbii ki, Aksu City'dən də cavab gecikməyəcək. Bu bəllidir, artıq Aksu City'nin hücumundan, ötürmələrindən hiss olunandır meydanda. Qızılacılının qeydə ala biləcəyi daha bir gol Aksu City'nin bütün planlarını da poza bilər. Diqqətli olmaq lazımdır hər iki tərəf üçün də. Bir göz qırpımında hesab hardan hara gəldi. Həqiqətən də möcüzəvi bir futbol izlədik. Dəqiqələr içərisində qarşılıqlı hücumlar və qollar. Bəlkə də bu bir rekorddur. Ruslan. Təzyiq də var. Artıq Qızılacılı komandası bir qədər təzyiqlərini artırıb qeydə aldıqları 3-cü goldan sonra
Talih en geriye risk almadı. Esen Esenli ile oynadı. Temeli okumağı başardılar burada. Qızılaclı komandası ama yeniden topu Aksu devam etmeye başardı. Ruslan Ağalarov. Onunla başlayacak hücum. Xərtayın ötürməsi sağ açınağa. Salman Atlıxanov. Cəmmi meydançasında Cavid İmanverdiyev də var. İsə Sərxan Ağa evdi topla. Sərxan bir rəqibini keçməyi bacardı. Bunları keçməyə mümkün olmadı. İndi Eli Günabaslı içəri daha bir ötürmə düşüncəsi burada. Ruslan Ağalarov. Bir qədər iki oyuncu arasında anlaşılmazlıq yaranır. Serbest serbe verdi. İsə nə qərar veriləcək? Bir qədər Qızılaclı oyuncuları etiraz edir. Ədalət təmsilçisinə. Ədalət təmsilçisinin ətrafını bürüyüb hər bir oyuncu. Həm istər Aksu City, həm də istər də Qızılaclı komandasının oyuncuları. Ne göre qərar nə olacaq? Nəyə qərar veriləcək? Standart vəziyyət mi? Yerinə etiriləcək. Hacılıq komandasının qapısı qarşısında. Böyle standart bir vəziyyət. Həqiqətən də futbol meydanlarında bugün nadir baş verən hadisələr izləyirik. İlk dəfədir ki, bəlkə də mən görürəm şəxsən bu cür bir standart vəziyyəti. Cərimə meydançasının içərisində sərbəst vuruş yerinə etiriləcək. Cərimə zərbəsi yerinə etiriləcək. Aksu City qola daha da yaxınlaşıb hesabı bərabərləşdirə bilər. İşarə verildi. Rəvanın zərbə çəkdi. Müdafiədən geri qayıdır. Uzaqlaşdırmaq mümkün olur Talih. El çəkəyimi. Burada qayda pozulur. Qayda pozuntusu var. Qızılaclı oyuncusu yerdə qalıb. Və oyuncu dəyişikliyi də başlayacaq. Sizin ilk oyuncu dəyişikliyi başlayır. Xərtay Bağırov. Aksu City komandasının heyətində ilk əvəz etmə oldu. 6 nömrəli futbolçu Xərtay Bağırov əvəzinə meydana 17 nömrəli futbolçu Haqverdi Həsənov daxil olur. Haqverdi Həsənov meydana daxil olar, olmaz topla debütünü edir. Bu əvəz olma. Nə cür təşkilat başlayacaq Aksu City adına Xərtay Bağırov da ilk hissədə bir məhsullar ötürmə ilə yadda qalmışdı meydanda. İndi devamı gələcək mi Aksu City adına? Atılan 3 gola artıq 2 gola cavab verilib. İkinci üçün göstərilir Aksu adına. Haqverdi Həsənov Kənan Mirzəliyev ilə oynadı. Ruslan Ağalarov və geriyə Elgün Pola. Elgün Abbaslı bu. Reban Sərxandan ötürmə keçmədi. İndi Cavid İmanverdiyev topladı. Cavid İmanverdiyev içəri sığınma düşüncəsi alınmadı. İndi Sərxan əgədən zərbə çəkdi. King isə Avelitə qalar. Təhlükəli gəlmişdi Aksu City. Gün zərbəsi yenitirəcək. Elgün Abbası ilə Aksu City komandası. Bu cür önemli qarşılaşmalarda gün zərbələri qolun yarısı hesab olunur. Qapı qarşısına ötürmə çəkdi. Başda zərbə gəldi Talihdən, bir daha alınmadı. Altı yollanır. Qapıdan zərbə deməkdir bu. Müdafiədən çıxma düşüncəsi istənilən kimi alınmır.
Revan. Akverdi Həsənov əla gördü. Akverdi Həsənov. Sonrasında Cavit İmanverdi və geriyə Revan. Artıq o da qoşdu hücuma. Kənan. İçəriyə Sərxan sıyrıla biləcəkmi? Sərxan topladı, Revanla oynadı. Müdafiə yaxşı keçdi. Abi, əks hücum əmrəsi Qızılacılı komandası adına başlayacaq. Zərbə çəkdi alınmadı, indi ötürmə Büqarə Şəflidən. Hücumu başladan oyuncu isə 19 nömrəli İntiqam Tağıyev idi. Qızılacılı komandasında yerdə qalır Qızılacılı oyuncusu. Standart vəziyyət gözlürdülər. Elgün. Elgün'e bir daha Qızılacılı topladı. Cavidan Nuriyev. Aram edebilmedi burada. Akverdi Həsənov. Sərxan oynadı. Aslında Kənan Havaydin İntiqam Tağıyev icazə vermədi ona. Bir qədər narahat etməyə davam edirdi. Elgün, Əngəyə Revan. Hələ ki, müdafiədə burada yaxşı oynayır Qızılacılı baxımından. Əl oynama. Standart bir vəziyyət deməkdir bu. Hesabda bərabərliyi yaxalamaq adına daha bir fürsət hələ düşüb. Xüsusiyyət adına Sen ne kadar kaçtın? bu standart vəziyyət nə cür dəyərləndirəcək? Xüsusiyyət adına. Topun başında Elgündür, kapitandır. Təcrübəli oyuncu Elgün Abbaslı görə nə cür dəyərləndirəcək? Dəqiq zərbələri ilə yadda qalır. Elgün'ün zərbə çəkdi və gol! O sanki bizi eşitdi, sanki bizim sözümüzü təsdiqlədi sonuna qədər. Biz onun üçün dedik, bu adam zəyiq zərbələri ilə, sərras atışları ilə yadda qalıb demişdik. Elgün qalıb demişdik. Elgün Abbaslı bizi eşitdi. Serbestliyle topları sarsılmağı başarır. Bərabərləşdirir. Golun müəllifi 10 nömrəli futbolçu Elgün Abbaslı. 3-3. Picasso bu golu görsə bütün sənət əsərlərini yandırardı. Təbii ki də bu sözləri Elgün Abbaslı'nın qoluna söyləmək olar. Bir əks hücum əmləsi. Ruslan sağ aşağıda var götürməz. Sağ Muratlı Xanov çata bilmədi. Artıq hesabda arasını hüküm sürür. 3-3. Hər iki tərəfdə mübarizəni bıraxmaq istəmir. Bu qarşıda ötürməyə başla zərbə alınmadı indi. Ən geriyə Cavit İmanverdi. Akverdi Həsənovun zərbə çəkdi. Alınmadı altı yolunda Nasir Peydə. Qapıdan zərbə ilə davam edəcək. Kingsley Aveli'dir. Bunu müdafiə şəkil etirecək Qızılacılı'da. Ülfət. Yeni etirdi uzun oynadı. Müdafiənin ən gerisinə. Həsən Həsənov'da qalır top. Daha doğrusu Həsən Həsənli səhvimizi düzəldək. Talib
Elini uzaqlaşdıra bilməyib. Burada təzyiqdə var Cavidan Nuriyev. İndi onlar da 4-cü qol axtarışında. Tarazlığı bəlkə də bir də onlar pozalacaq. Əngil ötürmə, kapitan topladı. Zərbə çəkdi alımatı. İndi müdafiə ilə Əngilsinə. Müsal ayaq qoydu. Bir qədər də ondan kənar vəziyyəti pozdu bu müdafiə ilə. Cavid İman bir yerdə topla. Əngil Elgünə baxsıyla oynadı. Elgün. Bir rəqibindən sıyrılma düşüncəsi. Aldatdı keçdi rəqibini. Elgün. Ötürməsi haqq verdi Səmab istiqamətinə. Əngili, Rəvan. İnan sağ aşağına Ruslanla davam edəcək. Adaşı ilə oynadı Ruslan Ağalı ayrıldı indi. Əngili, Ruslan. Kapidorus zərbə çəkdi son anda. Cavid İman verdiğinin zərbəsində. King isə verdi. Daha bir təhlükəli hücum, qarşılıqlı hücumla izlədik. İndi bir vərəşəbli komanda yoldaşlarını göstərir sağ aşağında. Ötürmə müdafiədən girsinə Rəvan. Burada icazə vermədi. Avropa çempionu keçidi vermədi. Ruslan Ağalarov. Müdafiədən girsə David İnanlı ötürmə Salman Atlıxanovda. Cavid İman verdirdi içəriyə sıyrılıb. Əngir Elgün Abbası ilə oynadı. Elgün Abbasının zərbə çəkdi. Azbək out. Su fasiləsini böyük ehtimalla. Elə biz də su fasiləsindən yararlanaraq təşəkkürlərimizə qaldığımız yerdən davam edək. Rəsul Bəyə buradan. Aqsuda çölə işi ilə məşğul olan, öz zəhməti ilə qazandığı doğma şəhərin uşaqları ilə bölüşən dəyərli dəstəkçimizə buradan təşəkkürümüzü bildirək. Ardından Ağsu Tədris Mərkəzinin direktoru Güvənc bəy təhsillə yanaşı gənclərin idman və inkişafına göstərdiyi diqqətə xüsusi hörmətə layiqdir. Və həmçinin də Bakıda Mandarin uşaq başçasının rəhbəri Təyyar bəy Ağsudan uzaqda da olsa doğma rayonunun uşaqlarını və futbolundan biganə qalmayan dəyərli həmvətənimizdir. Ardınca isə Qəbələ Adrenalin İstirahət Mərkəzinin sahibi Dəyanət müəllim Aqsu City'nin yanında olan komandamıza göstərdiyi dəstəklə idmana verdiyi dəyəri həqiqətən də hər bir yerdə nümayiş etdirir. Sonrasında isə Aqsu rayon xəstəxanasının mühasibi Vüqar müəllimə də imkanlar daxilində klubumuza verdiyi dəstəklə Aqsu klubunun inkişafına öz töhfəsini verən dəyərli insanlardan biri də o da. Sağ ol. Aqsu'na isə fəxri Mikail İsmailovu da unutmaq olmaz. Aqsu'ya və onun gənclərinə olan sevgisini futbolumuza göstərdiyi diqqət və dəstəklə ortaya qoyan hörmətli şəxsdir. Sizin hər biriniz bizim hər birinizin dəstəyi bizim üçün sadəcə maddi yardım deyil. Bu Aqsu uşaqlarına, gənclərinə və gələcəyinə verilən dəyərdir. Çünki futbol bir yalnız futbolçular üçün meydan çıxmır. Onun arxasında şəhəri sevən insanlar, sahibkarlar və ziyanlar və saqqallar dayanır. Bugün Aqsu futbol komandasına dəstək olan hər bir insan sabah Aqsu'nun hər bir uşağının üzərində uğur hekayəsində öz adını görəcək, heç şübhəsiz. Biz inanırıq ki, bu gözəl ənənə daha da genişləyəcək, daha da çox olacaq. Aqsu'da biznes kuran, çalışan və yaşayan hər bir imkanlı şəxsə çağırışımız birdir. Gəlin Aqsu uşaqlarına birlikdə sahib çıxaq, gəlin futbolumuza birlikdə dəstək olaq və gəlin Aqsu'nun adını birlikdə yüksəklərə qaldıraq. Oyuncu dəyişikliklərdə başladı az əvvəl. Mirağa Rəhimov meydana daxil olduğu Qızılaclı komandasında görə bu əvəz edilmə. Məcud təfsilat başlayacaq, əvəz etdiyi oyuncu isə Murad Bayramov idi.
Hesapda ise 3-3'lük beraberlik devam edir. Elçin Avaslı. Kapı karşısında ötürmə cəhdi. Cavid İmam Verdiyev topu doğuş edilmədi. Sonrasında akrobatik bir cəhd izlədik. O mükərmədi. Bir qədər də bu akrobatik cəhd Qızılacılı oyuncunu zədələnməyə yol açdı. Qızılacılı komandası. Arazlığı pozmağa da Daniel Emre Buraçov. İbrahimli topla. Kapı karşısında ötürmə cəhd alamadı Rəvan Kərimov. Ruslan Ağalarov uzaqlaşdırma düşüncəsi alınmadı. Tali. Bir oyuncu dəyişiklikdə məsələ Aksu City'də başlayıb. Bu dəyişiklik başladıqda da sizlərlə bölüşəcəyik. Bir oyuncu dəyişikliyi. Qarşıda top itkiləri var. Əks hücum əmrləri qurulmalı düşünür hər iki tərəfdə, amma hələ ki qarşıda top itkiləri izləyirik. Son dəqiqələrdə Akberdi Həsənov, Rəvan. Qarşısında Cavidan Nuriyev var idi, təzyiq göstərir, hələ də davam edir təzyiqə. Elgün, Aksu City topu bir də aram etməyə bacardı. Akberdi Həsənov. Akberdi. İkili mübarizə ilə də davam edir Cavidanla. Əngir Elgün. Ruslan Ağalarov topla. Bir dəyə götürmək gəlir. Sərxandan Kənan Mirzəliyev istiqamətlə bir ötürmə izlədik. Sərxan özüm yoxlayacaq, yoxsa ötürmə bir düşüncəsi olacaq, asma bir düşüncəsi olacaq. Elgün uzaqdan bir cət. 86 oyalanır. Elgün Avaslı təhlükəli idi. İlk hissədən elə təhlükəli zərbələrini izləyirdik. Az əvvəldə standart bir vəziyyətdən uzaq məsafədən gol qeyd almağı bacardı. Onları sarsıtdı. Görən odur ki, hələ ki Elgün Avaslı'nın biz irəliyən dəqiqələrdə çox izləyəcəyik uzaqdan zərbələrini. Hansı ki artıq öyrəşdiyimiz zərbələrdə bunlar. Müdafiənin əngilisine ötürmə düşüncəsi almadı Rəvan. Elgün. Akberdi Həsənov. Akberdi sonrasında Elgün Avaslı. Müdafiənin əngilisine başına zərbə alınmadı. İndi Kənan Mirzəliyev topa çatarsa tehlikəli olar. Çatmaq mümkün olmadı. Göz zərbəsi mi yönetilecek? Yox. Qapıdan zərbədir. Çıxma düşüncələri var. Dəqiq bir ötürmə lazım idi burada. Alt yönetirdin Rəvan. Əks hücum əmrəsinə çevirdi Qızılacılı tərəfinə. Vüqar Əşrəfli sürətlənmişdi, amma Talih qarşısında kəsməyi bacarır. Akberdi Həsənov sağ aşağıda özünü göstərməyi bacardı. Akberdi Həsənov bir qədər ayaq saxladı ötürməsi Rəvan istiqamətinə. Rəvan iki oyuncu arasında ötürməni yollasa da Salman Atlıxanov istiqamətinə alınmadı. Salman içəriyə ötürmə düşüncəsi sonrasında akrobatik bir cət. Cavid İmam Verdiyev dəyərləndirə bilmədi. Vüqar Əşrəfli aldadıcı fəndlər izlədik, ondan sonrasında isə müdafiənin əngilisine düşünmüşdü. Yaxşı alınmadı. Hətta içəriyə doğru İbrahimli də sonrasında az əvvəl gol da qeyd alan oyuncu Cavidan Nuriyev də sırmağı düşünürdü onlar da. Səbir ötürmə ilə düşünülə bilərdi əksinə baxsaq. Nədənsə
bir qədər sərt vurdu topa. Salman Atlıxanov sonrasında Akverdi Əsanov qoşulub Mirarlı qarşısında. Akverdi Əsanov ötürmələri yaxşı alır, müdafiələri ki uzaqlaşdırmağı bacarır. Nibüqar sonrasında Ruslandı. Cavid İmaverdiyev ən geriyə. Sərxan həmlə davam edəcək. Rəməni pozmaq adına Melikun Abbaslı. Ruslan qapı qarşısına ötürmə cəhsi. Başda zərbə alınmadı. Sonrasında Cavid İmaverdiyev bir daha yoxlayır. Sanki Cavid İmaverdiyev istədiyini almasa cərimə meydançası içərisində əl çəkən deyil, artıq neçinci səfərdir. Gələn ötürməni akrobatik cəhətlə yoxlamağa çalışır. Melikun Abbaslı standart vəziyyəti yenidirəcək. Hətta Ruslan Poladov da var. Daha bir təcrübəli alt. Yox, Ruslan Poladov uzaqlaşır topun yanından, amma Melikun Abbaslı yenidirəcək bunu. Qapı qarşısında ötürmə, birbaşa sakin bir zərbə idi. Ötürmə xarakterli deyildi. Elə birbaşa zərbə xarakterli idi. Averi mərkəzdə artıq xüsusi oyuncular bir daha rəm etməyə bacardı. Ən geriyə Talih, bir daha Elgün. Sonrasında Talih'in ötürməsi Ruslan Poladov'da qalır. Ruslan Poladov bir qədər cənab boyunca özü irəlilədi. Melikun Abbaslıdır topla. Müdafiənin ən girisinə Akverdi Əsanov. İçəriyə əla sürdülər rəvans arasında. Salman Atlıxanov ram etməyə bacarsa da Emir Ağa Rəhimov uzaqlaşdırır. Uzaqdan zərbə çəkdi. Kingsley Averi tek həmlədə ram etməyə bacardı. İbrahimli ötürmə düşüncəsi alınmadı. Sərxan yerdən göndərdi, alınmadı. Ülfət Vəliyev uzaqlaşdırmağa çalışsa da elə ki tam şəkildə uzaqlaşmayıb. Hücum həmləsi ola bilər Qızılancılar adına. Bəlkə də atılacaq bir gol bütün Talihi yenidən bərpa edə bilər. Gol Əşrəfinin zərbə çəkdi. Son anda Həsən Həsənlinin müdaxiləsi. Son anda reaksiya, bax bunu deyərəm. Həqiqətən də bir anlıq hər iki tərəfdə ölüm təri hiss etdi. Vüqar Əşrəfinin zərbəsində Ağsusiyeti tərəfdarları Həsən Həsənlinin toxunuşunda isə Qızılacılı azarkeşləri bunu hiss etdi. İnsə standart bir vəziyyət olacaq, korner yenitiləcək. İbrahimli qapı qarşısına ötürmə cəhdi. Akrobatik bir cəhd idi bu. Nurəddin Bədəlovdan daha bir oyuncu dəyişikliyi olacaq bu arada Qızılacılı komandasında. Rəvan qarşısında Əli Əliyev var idi. Sonrasında ötürməsini yollamağı bacarsa da ən geridən yenə Vüsal Quliyev. Ən geridən gəlib icazə vermədi, imkan yaratmadı rəqibə. İnamlı oynadı. Melikun Abbaslı ən geridən başlanacaq. Ağsusiyetinin hücumunu Rəvan Kərimov, bir qədər Rəvanlı da artıq hücuma meyilli istiqamətlərdə görürük. Akverdi Əsanov topladı. Akverdi qapı qarşısına ötürmə alacaq. İndi Ruslandı topla. Topa yetişmək mümkün olsa da topu meydanda saxlamaq bir o qədər mümkün olmadı. Oyuncu dəyişikliyi başlayacaq. Qızılacılı komandasında Ülfət Vəliyev meydana tərk edəcək. Onun əvəzinə isə
Artık İlknur Aslanov çıkış edecek. Polis değil. Tezcah çağırıyor. Qızıl Hazırlı komandasının heyətində əvəz Etimoğlu 4 nömrəli futbolçu Ülfət Vəliyevin əvəzinə 8 nömrəli futbolçu İlkinur Aslanov daxil oldu. Kapı karşısında kritik bitirme hatalar izledik. İndi ise Kızılağaçlı komandasının ilk hücum hamlesi tehlikeli bitebilir. Tehlikeli sonunda bitebilir. Yukarı şevri top oldu. Zərbe çəkdi Osmanlı auto yollanır. Kızılağaçlı daha bir şans elden kaçırır. Çok tehlikeli alınmıştı. Kapını çok əla gülen bir istiqametteydi. Uzaq altılığı düşünürdü ama alınmadı. Serkan Allah'ım etmeyi mümkün oldu. Nurettin Bədəlov. Nurettin Bədəlov hakimiyyəti itirdi. Toparsız itiriləri. Götürmeler var. Serkan içeriye sıyrılabilecek mi? Yok, alınmadı. Dengerden Kenan Mirzəliyev'di. Kenan götürmesi. Ruslan Ağalarov. Bu karşılaşmalar cevabı yok alınır. Ruslan Ağalarov'la Gürcülar değişikliği izleyecek. Revan topladı. Kenan Mirzəliyev. Kapı karşısına ötürməcəkdi. Cavid İmamverdiyevdi. Başta bir qədər yerə indirdi. Sonrasında zərbə çəkdi və gol. Ruslan Ağalarov bitirməyi başarır. Kamil gol izledik. Bu sefer Cavid İmamverdiyev sultanlığını alıştırır. Ruslan ise Aksu City golunu hesablardan yetallığı nəticə. başarır. Golun müəllifi Golun müəllifi 77 nömrəli futbolçu Ruslan Ağalarov. 4-3. Hadi! Seni buranı tapmışam. Ve şampiyonluğa bir hafta daha yakınlaşan komanda yine Aksu City olur. Əliyevdən bir top itkisi yaşanır. İndi Akverdi Əsənov. Sonrasında Ruslan Ağalarov. Cavid İmamverdiyev istiqamətində gəlmədi ötürmə. Bədəlov uzaqlaşdırmağı başarır. Rəvan Kərimov hücumu bir daha quracaq. İndi Rəvan Cavid İmamverdiyevdən ötürməyə qəbul etmişdi. Kenan Mirzəliyev sol uşaqdan asma düşüncəsi alınmadı. Nankalar vəziyyət var idi. Kenan Mirzəliyev bozurdu bunu. Akaba. Ha? Kalı. İbrahim'di. Beyaz evvel meydanya daxil oyuncu idi. İlknur Aslanov'du idi. İlknur Aslanov.
Rəvan Kərimovda qalan ötürmə. Elgün Abbaslı. Kənan. En geriye. Elgün Abbaslı müdafiənin en gerisine əlavə ötürmə. Zərbə çəksə burada alınmadı. Kingis'ten Avveli yaxlamağı bacarır ötürməni. Daha doğrusu bu gələn zərbəni. Yuqar Əşrəfli ayaq qoymaq istirdi alamadı. Poladov. Hakverdi Əsənov. Əngiliyə Elgün Abbaslı. Hakverdi Əsənov. Cavid Verdiyevlə indi müdafiənin ən gerisindən daha bir təhlükəli epizod izləyə bilərik. Kənan Mirzəyevin zərbə çəkdi amma yenə oyuna kənar vəziyyət. Kənan bir daha pozurdu. Kənan kənar vəziyyətdəydi. Çalar 11 dəqiqə qalır, davay! Niyə deməsin, Hacı müəllim? Səbəb nədir? Doğru çıxır da, o mağara bizməlidirlər. Nəysə deyək, düşməli, vətən paylayı, Allah evə keçsin. Söz deyəndə deyirik. Sən Qızılaşlı komandası hesabı bərabərləşdirmək adına daha bir hücum quracaq Aksu City qapı qarşısına. Ötürmə alınmadı, Əsən-Əsəndə qalır. Arzuman, ananın yanında durmasan damat içədə dövlətsə bu dəqiqə. Özünə aparan bunu. Bir zədələn oyuncu var. Aksu City komandasında zədələn oyuncu. Həkim müdaxiləsi tələb olunur. Salman Atlıxanov idi zədilən oyuncu. Həkim müdaxiləsi ona meydanın kənarında olacaq. Elə meydana daxil olur. Çox da ciddi bir vəziyyət yox idi. Rəvan sonrasında Ruslan Ağalarov təzyiq var Qızılaşlı komandasında. Elgün Abbaslı bu topla. Elgün ən geriyə Sərxanla oynadı. Çınar dəyişikliyi. Ağalar, məşqçi var burada. Salman Atlıxanov ötürməsi Ruslan Ağalarov. Ondan da ötürmə Hakverdi Əsənovdu. Arzuman, Rəvan Kərimov Cavid Verdiyevlə ötürməyi oynadı. Ən geriyə müdafiənin burada heç bir zaman yoluşu yox idi həmin istiqamətdə. Kənan Mirzəyev çox uzaq idi həmin bölgəyə. ondan aiddir o qaçırma. İndi isə qısa ötürməklə də Qızıl Hacılı komandası sözüm əmniyyətini yetirəcək. Kapitan topladı. Ötürməsi Vüqar Əşrəfli istiqamətini indi Vüqar Əşrəfli topladı. Ötürməsi bir daha müdafiənin engesinə zərbə gəlir amma oyundan kənar vəziyyət. Cavidan Nuriyevin qarşısında kəsir bu bayraq. Həqiqətən də Tural Vəlizadənin başlatdığı hücum Vüqar Əşrəflinin dəqiq ötürməsi sonrasında mübarizəni buraxmayan Cavidan Nuriyevin zərbəsi. Daha bir ötürmə xətası, daha bir səhv hücumla nəticələnəcək. Burada talih imkan vermədi. Aksu City adına davam edəcək. Görüldü ki, bu hücumu dəyərləndirə bilmədilər istənilən kimi. Qızılaşlı komandası indi isə Aksu City komandası yenitirəcək. Bu hücumu başladacaq, oyunlar edəcək. Həmləni qapıya. Belki də müdafiə və müdafiə əks hücumu kəsməzsə. Aslanov idi qaydanı pozmuşdu. Rəqibinə qarşı. Standart bir vəziyyət Vüsal Quliyev.
Sötürmeyle oynadı indi İbrahim. İbrahim de topladı. Sonrasında Vüqar Əşrəfli. Əngəl Rəvan Kərimovun müdaxiləsi yetərsiz qaldı. İndi Vüqar Əşrəfli sürətini alışdırır. Sol cağda Kamal Yolaşdan əla gördü. Akbirdə Həsənova gəlir ən son top. Dağa Həsənova Mirağa Rəhimov da təzyiq göstərir. Akbirdə Həsənova bir rəqibini aldadıb keçməyi bacardı. Bir qədər Mirağa Rəhimovun təzyiqi meydanda hiss olunan idi. Ruslan Əngəliyə. Salman Atlıxanov artıq onu da geridə görürük. Rəman isə yarım müdafiə və hücuma qoşulan gizli 10 nömrə rolunda izləyirik bugün. Zamanladan cınaqlara keçdiyini görə bilirik. Və bax, gözəl hərəkət izlədik amma ötürmə gəlib çatmadı ünvanına. Akla qədər, davay! Aslanova, əks hücum əmləsi. Nə qalır burada Qızılacılı komandasının oyuncusu amma sarı vərəqə də gəlib Salman Atlıxanova. Daha bir rəsmi xəbərdarlıq bu səfər xüsusi tadına. Standart bir vəziyyət. Qızılacılı komandası yenitirəcək. Bu təmsilçisi təqləmək mümkün olacaq mı bu? Standart vəziyyətdən başlayacaq bir əks hücum nəticəsində. Vüsal Quliyev yenitirən. Müdafiənin gerisinə qarşılanır burada. Cavid Verdiyev sonrasında kısa bir ötürmeyle oynadı. Müdafiənin gerisinə sürətli bir əks hücum şansı Sərxan Ağayevdir. Kingsley də qapısını tərk edib. Bir qədər. Top və sürət və müqaviməti eyni anda tarazlaya bilmədi Sərxan Ağayev. Bir qədər də burada çaşdırıcı fənd izlədik biz. Kingsley Aveli'dən. Son dəqiqələr oynanır qarşılaşmada. Təxmin olaraq son 5 dəqiqənin içərisində daxil olmuşdur. Təbii ki də əlavə olacaq təbii ki də. Talep Babayev o yer itirəcək. Ən girdən hücumu o qalacaq müdafiədən. Əsən Əsənliyin oynadı. Əkilmədi bir dəqiqə qədər. Səniyən qədər dəqiqlik yox idi. Amma xüsusi təhlükə aradan qaldıra bildi bu təhlükəni. Bir qədər də oyuncu dəyişikliklər olacaq. Qızılacılı komandasında hətta bir oyuncu deyərdim. Qapı qarşısına ötürməcəkcə alınmadı. Səhvsiz oynadı müdafiəçilər. Həqiqətən də Qızılacılı bugün çox amma çox inamlı bir performans sərgilədi. Çempion ola biləcəklərmi bilə bilmərik amma həqiqətən də hər iki halda Qızılacılı komandasını alqışlamaq lazımdır. Təkcə təbii ki də Qızılacılı komandasının oyuncularını deyil, klub rəhbərlərini, Musayev Cahandarı, həmçinin vitse-prezident Abbasov Orxanı, həmçinin maliyyə rəhbəri Əliyev Lətifi, baş məşqçi Samir Həşimov və onun köməkçiləri Musayev Cahandar və Hüseynov Bəhruz. Onların rolu böyükdür. Qızılacılı komandasının bu gün finalda bu cür inamlı çıxış etməsində, inamlı oyun göstərməsində hər birinə həqiqətən də təşəkkür bildirmək lazımdır, əllərini sıxmaq lazımdır. Həmçinin də xüsusilə də təşəkkürlərimizi bildirdik. Qızılacılı komandasına təşəkkürlərimizi bildirməsəydik olmazdı. Koç əvəz edilməsini qarşı tutacaq. Qızılacılı komandasında 14 nömrə oyuncu meydana tərk edəcək. Əli Əliyevcə tərk edən oyuncu. Yerinə isə 6 nömrəli İsmail Quliyev daxil olacaq. Sonrasında isə Hüsam Quliyev meydana tərk edəcək. Onun əvəzində isə Dizgərov daxil olacaq. Meydanı tərk edən futbolçular 2 nömrə Vüsal Quliyev, 14 nömrə Əli Əliyev. Meydana daxil olur 6 nömrəli futbolçu İsmail Quliyev, 81 nömrəli futbolçu Qeys Kərimov. Üçte taşlar, üç! Taşlar üçte! Hücuma bak!
Ergün Abbaslı zədələnmişdi. Həqiqətən də bugün inanılmaz bir gol izlədik ondan. Arzu, ay Arzu. Arzu İndi bak. isə kapitanlıq sarğısını Sarı kaldı. kimin qoluna əmanət edəcək? Cavid İman bir cəbə verir. Kavuşu dəyişikliyi də var. Ergün bəli arasını əvəzlənəcək, bu məcburi əvəz edilməlidir. Rəhim Cəfərov meydana daxil olacaq. Alqışlar sədasında Ergün Abbaslı meydanı tərk edir. Yerinə isə 2 nömrəli oyuncu Rəhim Cəfərov daxil olacaq. Ruslan Ağalarov və geriyə. Salman Poladov. Rəhim Cəfərov'da topla. Qapı qarşısına ötürmə təhlükəli ola bilər. Burada müdafiəçilərin uzaqlaşdırma şey arayır. Cavanşirov və Kingsley Arsen. Averi səhvsiz oynadı. Cavid İman bir dev qarşısında. Qayda pozulmuşdu. Standart vəziyyət yeni ediləcək. Qızılaclı komandası ikinci hissənin sonlarına yaxın fərqlənməyi bacaracaqmı hesabı? Bərabərləşdirə biləcəkmi? Qarşılaşmanı penalti atışlarına daşıya biləcəkmi? Bütün sualların cavabı məhz bu hücumlarda gizlidir. Tural Vəlizadə ötürmə sol janq istiqamətində artıq Haqverdi Həsənov da qarşılamışdı onu, qapı qarşısında ötürməyəcəkdi. Bir çındaq dəyişikliyidir bu ötürmə. Qeys Kərimov İmkan yaradılmadı orada müdafiəçilər. Sıx oynadı. İmkan tanımadılar. Qapıdan zərbə ilə davam edəcək. Top artıq meydanı tərk etmişdi. Koyma gəlsin qabağa. Artıq 4-cü hakim bizlərə ikinci hissənin sonuna və həyəcanlı qarşılaşmanın sonuna nə qədər əlavə edəcəyini bildirir. 3 dəqiqə. Bu həyəcanlı qarşı durma. 3 dəqiqə İkinci hissəyə 3 dəqiqə əlavə olunur. və 3 dəqiqə daha izləyəcək deməkdir bu qarşılaşmanı. Etiraf etmək lazımdır ki, ilk hissədə bir qədər tep baxımından zəif bir qarşıdurma izlədik, amma ikinci hissədə çox inanılmaz şeylər oldu. Bir neçə dəqiqə içərisində hesab 1-1-dən 3-2-yə gəldi sonrasında. Aksu City 3-3 etməyi bacardı və 3-2-dən də geri dönüşü mümkün etdi. İndi isə hesab 4-3. Aksu City komandasının qalibiyyətilə devam edir. Cavid İman verdiyi bir topu ilə Ayda da burada yox, oyundan kənar vəziyyət var idi. Cavid İman verdiyi etirazı var. Ekşidin şansı isə Qızılaçlı komandasına Qeys Kərimov. Meydanda fəal görsən, iki rəqibini aldatdı, keçdi ötürməsi müdafiəni Əngisinə. Əngisinə çox yaxşı düşünmüşdü, hətta Qeysin bəlkə də deyərəm. Bu dəyişiklik çox yaxşı işə yaradı. Həqiqətən də Qızılaçlı komandasının bir qədər yorğunluğundan bir qədər bəlli idi, bu hiss olunurdu meydanda çıxışı. Qeysin meydana daxil olması bir qədər tempo artırdı qarşı durmada. Bu gözdə görünəndir. Tural Vəlizadə topun başında. Daha bir 10 nömrə. Tıxlayacaq mı qapını, yoxsa ötürmək mi olacaq? Risk alıb zərbə indirə biləcək mi? Tural Vəlizadə. Qızılaçlı komandasının kapitanı. Qapı qarşı ötürmə alınmadı indi. Sərxan uzaqlaşdırmağı bacaracaq mı İbrahimli? Onu təzyiq edən oyunçudur. Uzaqlaşdırmaq mümkün olur. Risk atmadı Sərxan. Cavanşiri yenitirdi. Qısa bir ötürmə izlədik. İsmail Qurbanov idi. Hətta mübarizə aparır. Ruslan Ağalıarovla. Cavanşir istiqamətində idi. Amma burada Nurəddin Bəddalov müdafiə etməyi bacardı.
Aslında hər iki oyuncu da yerdə qalır. Kənan Mirzəliyev və Nurəddin. Bir standart vəziyyətini itiləcək. Əvan müdafiənin engesinə yeni oyundan Kənar vəziyyət. Ədalət təmsilçisi Rəvan Kərimovu yanına çağırır və sarı vərəqə ilə cəzalandırır. Hər halda etirazın nəticəsilə oldu bu. Rahməlizadə. Oyuncu da var idi, qızılacıldan etirazlar da var idi. Qapı qarşısında çəkdi. Və bu atak. 27-ci Azərbaycan həvəskarlar arasında ölkə kubokunda Qızılacılı və Aksu City komandası qarşı-qarşıya gəlirdi. İnanılmaz bir qarşılama istədik və çempion artıq bəllidir. Final bitindən sonra artıq hər kəsə bəllidir ki, çempion Aksu City'dir. İnanılmaz oyun göstərdi hər iki tərəf, amma çempion bir tərəf ola bilərdi ancaq. Bu mümkün idi. O da inanılmaz oyunla Aksu City oldu. Təbii ki də hər iki tərəfi də təbrik edirik. İstər Qranboy təmsilçisi, istər Aksu City tərəfdarları və azarkeşləri, həmçinin oyuncuları. Hər şey gözəl idi, atmosfer əla idi. Meydandakı da mübarizə mükəmməl idi. Qazanan isə Aksu City olur bugün. Birazdan isə kubok və tərtib etmələrdə birlikdə olacaq. Qısa bir fasiləyə ayrılaq. Qısa bir fasilədən sonra yenidən birlikdəyik.